Salam, bugün ətraflı yazılı cavab tələb olunan tapşırıqları test toplusu 2025-ci il nəşrindən işləyirik. Elektroliz, hidroliz və dissosiasiya bölməsinə aid olan ümumiləşdirilmiş 20 sual. Birinci sualdan başlayırıq. 200 qram gümüş bir nitrat məhlulu tam elektrolizə uğradılıb. Gümüş bir nitratı suda məhlulda elektroliz edək. Katodda argentium oksigenli turşu qalığı olduğuna görə anodda oksigen və məhlulda da qalır nitrat turşusu və əmsallaşdıraq. Deməli 4, burada 4 yazacağıq. 4 azot varsa burada 4 yazaq, burada 4 yazaq. Və görə oksigenlərimiz düz gəlirmi? 12, 14 oksigenimiz var. Bəli, 14 oksigen. Deməli, 200 qram gümüş bir nitrat məhlulu tam elektrolizə uğradılıb. Katodda 21,6 qram metal alınmışdır. İlki məhlulda duzun kütlə payını və məhlulda alınan turşunun mol sayını hesablayın. Baxaq, 4 mol argentium nə qədər verib? 108. Əgər argentium mol argentium 108 qramdırsa, onda 21,16-nı bölək 108-ə. 21,16 bölünsün 108. Buradan mol miqdarını hesablayaq, daha kiçik rəqəmlərlə işləmək üçün. Deməli, argentium ayrılan argentium oldu 0,2 mol. Əgər bu 0,2 moldursa, bizə məhlulda alınan turşunun mol sayını istəyir. Argentiumla turşunun mol miqdarı gördüyümüz kimi eynidir. Əgər argentium 0,2 mol katodda toplanırsa, onda məhlulda da 0,2 mol turşu alınıb. Yəni bu ikincinin cavabı olur. İkincinin cavabı 0,2 və birincidə bizdən nə soruşur? İlkin məhuldakı duzun kütlə payı. Tam elektroliz olunduğuna görə, nisbətlər də eyni olduğuna görə 4-ə 4 nisbəti isə 0,2 deyirək, 0,2 mol argentium nitrat olacaq. Onda ilkin 200 qramın içərisində 0,2 mol, yəni 0,2-ni 170-ə vuranda yəqin ki 34 qram eləyər. 34 qram argentium nitrat var imiş və bunun kütlə payı olaraq hesablasaq 34-ü bölürəm 200-ə, yəni ümumi məhlulun kütləsinə, vururam 100-ə. Və buradan da tapırıq 17%. Bu da birincimizin cavabı. Keçdik növbəti ikinci sualımıza. Deməli, ferium xlor-2 duzunu birinci mərhələdə hidrolizini tam və qısa ünitəsində əmsal cəmlərini hesablayaq. Deməli, ferium xlor-2 duzu aşağıdan yazıram. Ferium xlor-2 suda məhlulda hidroliz prosesi zamanı qüvvətli turşudan və zəif əsasdan alınan duz olduğuna görə burada əsasi duz alınacaq. Ferium OH xlor və məhlulda keçdi H xlor. Yəni turş mühit. İndi reaksiyalar birin birədir də, bildiyim qədər. Birin birə nisbətdə reaksiya gedir. Tam ion tənliyini yazsaq, ferium 2 müsbət, üzərinə gəldi 2 xlor mənfi, plus su, alındı ferium OH müsbət plus xlor mənfi və H müsbət plus xlor mənfi. Bu birinci mərhələ hidrolizidir. Bu tam ion tənliyidir. Qısa ion tənliyində təbii ki, ixtisarları aparandan sonra hesablamanı aparırıq. Yəni olur ferium 2 müsbət plus su, alındı ferium OH müsbət, üstəgəl H müsbət. Bu da qısa ion tənliyi. İndi tam ion tənliyində görə əmsal cəmi nə qədərdir? 1, 2, bu da 1. Elədi 4, bu da 1 oldu 5, 6, 7, 8. Tam ion tənliyində əmsal cəmi oldu 8. Qısa ion tənliyində əmsal cəmi isə 1, 2, 3, 4 şəklində göstərə bilərik. İndi bizdən birincidə tam istəyir, ikincidə isə qısa ion tənliyini istəyir. 8 və 4 olaraq uyğunlaşdırırıq. Arxada cavabı hər ikisi üçün 4 verib, yanlışdır. Birincidə cavab 8 olmalı. Keçdik növbəti üçüncü sualımıza. Argentium nitrat duzunun suda məhlulunun elektroliz zamanı katodda reduksiyaya uğrayan ionun və anodda əmələ gələn maddənin formulunu yazın. Argentium nitrat birinci sualda da yazmışdıq. Eynisini
Təkrarən yazaq. Katodda argentium, anodda oksigen, məhlulda da qalır nitrat turşusu. Elektrolizdə rahat əmsallaşdırmaq üçün həmişə suyun qabağına 2 yazırıq. 2 dəfə kimi 4 dənə hidrogenimiz var. Bura 4, avtomatik pulverislərdə 4 olaraq gedir. Və katodda reduksiyaya uğrayan ion. Katodda ümumiyyətlə argentium ayrılıb, düzdürmü? Deməli, argentium müsbət 1-dən gəlib 0-a. Yəni, oksidləşdiricidə reduksiya olunub. Ona görə də reduksiya olunan ion olur argentium müsbət. Və anodda əmələ gələn maddə, bu da oksigendir. İkincinin də cavabı olacaq oksigen. Keçdik növbəti sualımıza. X2CO3. Suda məhlulun elektroliz zamanı katodda hidrogen ayrıldığını nəzərə alaraq. Deməli, bu aktiv metaldır və qələvi metaldır. Hidrolizin birinci mərhələsinin qısa ion tənliyini yazın. Məsəl üçün, natrium karbonat ola bilər, kalium karbonat ola bilər. Yəni, qələvi B-dəki metalların karbonat duzları. İndi yazaq elektroliz prosesini. Kalium, daha doğrusu X, CO3 üzərinə gəldik su. Katodda ayrıldı hidrogen, anodda oksigen ayrılacaq və məhlulda da X2, CO3 olduğu kimi qalır. Yəni, duzun elektrolizi baş vermir. Ancaq suyun elektrolizi gedir. Bunda bu şəkildə əmsallaşdırır. Hidrolizin elektroliz zamanı katodda hidrogen ayrılır. Deməli, bizdən hidroliz istəyir. Hidrolizin birinci mərhələsinin qısa ion tənliyini yazaq. Hidroliz prosesini X2, CO3 üzərinə əlavə etdik su. Təbii ki, bu hidrogen ayrısa qüvvətli metaldırsa, onda turşunun, yəni ki, zəif turşu tərkibindəki qüvvətli turşu qalığı gedir də indi o. Zəif turşunun əmələ gətirdiyi qalıqdırsa, onda turşu duz əmələ gələcək, yəni XHCO3 və mühitdə də olur XOH. Bu hidroliz tənliyi və qısa ion tənliyizdir. Bu tam ion tənliyidir hidroliz prosesinin. İndi birincinin cavabı olaraq qısa şəkildə yazsaq, deməli, hidroliz mərhələsinin qısa. Deməli, burada turşu qalığına görə yazaq. Çünki turşu duzu alınır da. CO3 2 mənfi. Üzərinə gəldik su. Zaten x-lər x-a gedəcəyinə görə buradan yerdə nə qalır? HCO3 mənfi və OH mənfi. Yəni, bu da olur, deməli, hidrolizin qısa ion tənliyi. Bu birincinin cavabıdır. Və X2CO3-ün suda məhlulun əmələ gətirdiyi mühiti müəyyənləşdirin. İkincidə də görürük ki, mühitdə OH mənfi ionları var. Deməli, burada da qələvi mühitdir. Bu da oldu ikincinin cavabı. Keçdik növbəti 5-ci sualımızda. Görürük ki, natrium hidroksid məhluluna sulfat turşusu, kuprum SO4 məhluluna kalium xlor, argentium nitrata da natrium ortofosfat əlavə olunub. Şəkli əsasında çöküntünü əmələ gətirən ionları hesablayın. Baxaq görə burada hansında çöküntü əmələ gəlir ümumiyyətlə. Natrium hidroksid sulfat turşusu ilə neytrallaşma reaksiyası, turşu əsas arasında gedən neytrallaşma reaksiyası və natriumun heç bir duzlu çöküntü olmadığına görə burada çöküntüdən söhbət getmir. Daha sonra kuprum SO4-ün üzərinə kalium xlor əlavə eləmişəmsə, duz və duz reaksiyalarında reaksiyanın şərti ondan ibarətdir ki, əvvəldə çöküntü olmasın, amma axırda heç olmasa bir dənə çöküntü alınsın ki, reaksiya getsin. Ona görə də burada heç reaksiya ümumiyyətlə axıra qədər getmir. Yəni, heç biri çöküntü deyil. Gəldik üçüncü qaba. Argentium nitratın üzərinə natrium ortofosfat əlavə eləmişik. Bəli, burada argentium iyonu ilə ortofosfat iyonu arasında reaksiya baş verir. Yəni, argentium nitrat plus natrium 3PO4-dürsə, təbii ki, tam reaksiyadan söhbət gedir. Buradan alınacaq argentium 3PO4 və 3 mol natrium nitrat. Argentium ortofosfat çöküntüdür. Yəni, şəkli əsasında çöküntü əmələ gətirən iyonlar, çöküntünü əmələ gətirən iyonlar argentium müsbət iyonu və PO4 3 mənfi iyonlarıdır. Bunlar çöküntü əmələ gətirən iyonlardır. Maddələr arasında reaksiya axıra qədər getmədiyi qabın nömrəsini müəyyənləşdirin. Təbii ki, ümumiyyətlə
burada reaksiya gedir, amma çöküntü yoxdur. İkinci qabda isə ümumiyyətlə reaksiya axıra qədər getmir. Çünki nə əvvəldə, nə də axırda çöküntü yoxdur. Ona görə də 2 qabını götürürük. Müəyyən edin və neytrallaşma reaksiyasının tam iyon tənliyini yazın. Neytrallaşma reaksiyası birinci qabda baş verir. Deməli, H2SO4 plus natrium OH 2H var. Ona görə 2 dənə də OH götürək. Neytrallaşma baş versin 2 mol suyun ayrılması ilə və alınır natrium 2SO4. İndi tam iyon tənliyi deyirsə 2H müsbət plus SO4 2 mənfi plus 2 natrium 2 OH və alındı 2 mol su, 2 mol natrium müsbət və SO4 2 mənfi. Bu da oldu üçüncünün cavabı, yəni tam iyon tənliyinin yazılması. Daha sonra qısa iyon tənliyində təbii ki, ixtisarlar gedəndən sonra H və OH qalacaq, amma tam iyon tənliyi bu şəkildə yazılmış olur. Bizdən də burada tam iyon tənliyi soruşur. Amma toplun arxasında cavabda isə qısa iyon tənliyini yazıb, amma tam iyon tənliyi bu şəkildə olmalıdır. Qısa iyon tənliyi təbii ki, SO4-lər ixtisar gedəcək, natriumlar ixtisar gedəcək, yerdə qalır H müsbət, əmsala ehtiyac yoxdur. H müsbət, OH mənfi və alınır H2O. Bu qısa iyon tənliyidir. Tam iyon tənliyi isə buradakıdır. Ona görə cavab yuxarıdakı kimi olmalıdır. Getdik növbəti 6-cı sualda. Alüminium xloridin dissosiasiya tənliyini yazın, əmsallaşdırın. Alüminium xlorid 3. Deməli, dissosiasiya edəndə alüminium 3 müsbət və 3 molda xlor mənfi iyonlarına dissosiasiya edir. Yazdıq, əmsallaşdırdıq. Bu birinci. Qrafikə əsasən suda həll olmuş alüminium xloridin miqdarını hesablayın. Baxırıq ki, xlor iyonlarının mol miqdarı 0,6 mol alınıb. Nə zaman? 20% dissosiasiya ilə. 20% dissosiasiya ilə əgər 0,6 alınıbsa, bəs 100% dissosiasiya getsəydi nə qədər xlor iyonları alına bilərdi? Buna əsasən alüminium xloridi tapacaq. Deməli, 0,6-dırsa və yaxud da birbaşa ixtisarla da tapa bilərik, tənasüblə. 1 mol alüminium xlorid həll olanda maksimum 3 moldursa, 0,6-da olmalıdır 0,2. Təbii ki, bu 20%-ə görədir. Həll olan yox, dissosiasiya olunan miqdarıdır. Onda 20% ilə 0,2-dirsə, bəs 100% ilə nə qədər olacaq? Burada 5, 1, x bərabər olur 1-ə. 0,2-ni 5-ə vuranda elədi 1. Deməli, 1 mol alüminium xlorid ümumi həll edilib. Sadəcə onun 5də 1 hissəsi, yəni 20%-i 0,2 molu iyonlarına dissosiasiya edib. Amma ümumi həll olan miqdarı 1 moldur. Bu da yəqin ki, ikinci hissəni düz yazmayıblar. Amma ikincinin cavabı olmalıdır. Keçdik növbəti 7-ci sualımıza. 7. Deməli, kalium sülfatın suda məhlulunun elektroliz tənliyini yazaq. Kalium sülfat suda məhlulu elektroliz edəndə katod əvəzinə hidrogen, daha doğrusu katodda hidrogen, kalium əvəzinə, SO4 əvəzinə oksigen, yəni ancaq suyun elektrolizi getdi və kalium sülfat olduğu kimi qaldı məhlulda. Yazdıq, əmsallaşdırdıq. Bu birincimizin cavabı. Duzun kütlə payının zamandan asıllıq qrafikini qurun. Deməli, təbii ki, burada suda məhlulunun doymuş yoxsa doymamış məhlul olduğunu bilmirik. Yəni, bu haqda bizə heç bir məlumat verilməyib. Çünki doymuşda da, doymamışda da fərqli olacaq qrafik. İndi biz hər ikisinə uyğun quraq. Əgər doymuş məhlulu yazarsa, burada da doymamış məhlul yazarsaq. Deməli, elektroliz prosesində ancaq suyun elektrolizi getdiyinə görə, əgər məhlul doymuş olarsa, su azaldıqca, yəni elektrolizə uğradıqca, kalium sülfat duzunda çökməsi baş verəcək. Yəni, dolayısıyla omega dəyişməyəcək. Yəni, duzun kütlə payı dəyişməyəcək, əgər doymuş məhuldursa. Amma doymamış məhuldursa,
Duzun kütlə payı artacaq. Nə vaxta qədər? Ta ki doymuşluq yaranana qədər. Ondan sonra isə sabit qalmalıdır. Ya belə göstərə bilərsən, ya bu şəkildə sonra sabit saxlaya bilərsən. Bu da doymamış məhlul üçün, yəni olan qrafikdir. Kitabda göstərildiyi kimi, cavabdakı kimi belə göstərilməsi yəni doğru deyil. Bu həm məhlulun doyub doymadığını göstərməyib, ona görə ümumiyyətlə məlumatımız yoxdur. Əgər iki cürə qrafik çəkirsə, hər iki halı nəzərə alaraqdan, yəni belə bir qrafik bu hansı varianta uyğun gəlir bilmirik. Yəni o yanlış bir yanaşmadır. Yanlış yanaşma tərzidir. Yəni qrafik elə başını alıb gedə bilməz ki, nə qədər ki su elektroliz eləyəcək, bu da kütlə payı artacaq. Yəni elə bir şey yoxdur. Bunun nəsə bir yerdə sabitləndiyi, yəni doymuşluğun yarandığı bir yer olmalıdır. Orada da sabitlənəcək. Doymuşluq bu nöqtədə artıq doymuş məhlul alınır. Suyun elektroliz zaman omega artar doymuşluq yaranan ana qədər və oradan sonra isə artıq su elektroliz elədikcə duz çökəcək və omega sabit qalacaq, yəni dəyişməyəcək. Ona görə də nəzərə alaq ki, yəni 7-ci sualın qrafiki tamamilə yanlış göstərilib cavablar içərisində. Getdik 8-ci sualda. Məhlul natrium xlorlu maddə miqdarı X olaraq verib. Plümbium nitrat ilə əmələ gətirdiyi çöküntünün miqdarı 0,7 moldur. Deməli, natrium nitrat və natrium xlor, daha doğrusu, üzərinə gəlmiş plümbium nitrat. Buradan təbii ki, plümbium xlorid çöküntüsü əmələ gəlir. Bunu 2 mol götürək və 2 mol da natrium nitrat. İndi bunun maddə miqdarını X verib, amma plümbium nitratla əmələ gətirdiyi çöküntünün mol miqdarı 0,7-dir. Təbii ki, onda bu da 0,7 reaksiya daxil olandır. Əgər tamamilə natrium xlor reaksiya daxil olubsa və ya da plümbium nitrat artıq miqdarda götürülübsə, onda natrium xlor 1,4 olmalıdır. İndi reaksiya tənliyini birincini yazdıq, əmsallaşdırdıq. İkincidə X-i hesablasaq, yəni X-in belə deyək, çöküntü alınması üçün X-in minimum ya da maksimum belə deyək də qiyməti olmalıdır 1,4. Deməli 1 ilə 2, elə ikisi də burada getdi. 1 ilə 2 yazdıq, həmsə əmsallaşdırdıq. Üçüncünün cavabı da olacaq 1,4. Bu da növbəti sualımızın cavabı. Daha sonra 9-cu suala gəlsək. Magnezium xloridlə natrium ortofosfat arasında məhlulda gedən reaksiya tənliyini yazın. Magnezium xlorid, natrium ortofosfat, alınacaq magnezium 3 PO4 2 çöküntümüzdür və natrium xlor. Bu reaksiyanı yazdıq birinci. İndi keçək ikinciyə əmsallaşdırmağa. Elə eyni reaksiya üzərində yazacağım. Magnezium 3-dürsə bura 3 yazıram. Natriumdakı PO4 də 2-dir, burada 2 yazıram. 6 xlor, 6 natrium, burada 6. Əmsallaşma tamamlandı. Bu da ikincinin. Sonra nə deyir? 0,6 mol magnezium xloridin 0,6 mol natrium ortofosfatla reaksiyasının sonunda məhlulda qalan iyonların formulunu yazın. Əgər eyni mol nisbətdə götürmüşəmsə, bunda 0,6, bunda 0,6. Təbii ki, magnezium xlorid tamamilə reaksiyada sərf olunacaq, amma natrium ortofosfatın müəyyən hissəsi reaksiya daxil olur, qalanı artıq qalır. Ona görə də deməli, reaksiyanın sonunda məhlulda qalan iyonlar deyəndə, məhlulda hansı maddələrimiz var? Natrium ortofosfat artıq miqdarda və reaksiya nəticəsində alınan həll olan maddə, çünki çöküntü məhlulda sayılmır, natrium xlor və bunların ümumi içərisində natrium iyonları var, PO4 3 mənfi iyonları var və xlorid iyonları var. Bu da məhlulda qalan iyonlarımızdır ümumi şəkildə. Daha sonra, bu da üçüncünün cavabıdır, yəni. Keçdik 10-cu sualımıza. Natrium sülfatın suda məhlulda dissosiasiyası zamanı, natrium sülfat. Dissosiyasiya zamanı 2 mol natrium müsbət və SO4 2 mənfi əmələ gətirir. Və əmələ gələn iyonların mol sayının zamandan asılılıq qrafiki
olaraq dəyişmə qrafiki aşağıdakı kimidir. Təbii ki, alınanların içərisində daha çox mol miqdarda alınan, mol miqdarı çox olan bu natriuma aid olacaq. Daha aşağı mol miqdarda alınan isə SO4 2 mənfi iyonları olacaq. Sərf olunan maddə isə bu aşağı düşən qrafik, bu da natrium sülfatın qrafikidir. İndi biz buradan görürük ki, natrium belə yazaq da, başlanğıc, sərf və axırda artıq qalan. Natrium sülfat əvvəldə A mol götürülüb və 1 molu qalıb tarazlıqda. Yəni ki, axırda 1 molu artıq qalıb. Və bunların başlanğıcı, sərfi yoxdur. Amma SO4 axırda 4 mol alınıb. Onda uyğun olaraq B molda natrium alınmalıdır. Əgər 1 mola 2 mol natriumdursa, 4-də də 8 olacaq. Yəni B'nin qiyməti oldu 8. Daha sonra əgər 1 mol SO4 alınanda 1 molda natrium sülfat alınırsa, 4 mola da 4 mol natrium sülfat sərf olunur. Disasiyasiyadır, belə deyək. Onda A da bərabər olur 5-ə. Bu da oldu 5. Və deyir A-nı hesablayın. A bərabər oldu 5. İkincidə deyir B-ni hesablayın. B oldu 8. Və duzun dissasiyasiya dərəcəsini hesablayın. Deməli, dissasiyasiya dərəcəsi odur ki, 5 mol götürmüşəm, bunun 4-ü dissasiyasiya edib. Onda alfa bərabərdir. 4-ü bölürəm 5-ə, vururam 100-ə. Bu da eləyir 80%. Bu da oldu üçüncünün cavabı. Keçdik növbəti 11-ci sualımızda. Deyir, cədvəli tamamlayın. Nitrat iyonu NO3 mənfi, hidrosülfat HSO4 mənfi, hidroortofosfat HPO4 2 mənfi. Bu da iyonlarımızın ümumi olaraq formulları olmuş olur. Keçdik növbəti 12-ci sualda. Duzumuz natrium ortofosfatdır, yəni natrium 3PO4 və 1 molun tam dissasiyasiyasından alınan iyonların mol miqdarı 3 mol natrium müsbət, 1 molda PO4 3 mənfi iyon alınır, yəni ümumilikdə 4 mol iyon alınır. Sink xlorid, sink xlor 2. Deməli, sink 2 müsbət və 2 dənə də xlor mənfi iyon alınmış olur. Ümumilikdə 3 mol iyon alınacaq. Daha sonra alüminium sülfat, alüminium 2 SO4 3, 2 mol alüminium 3 müsbət iyonu, 3 mol da SO4 2 mənfi iyon alınmış olur. Ümumilikdə 5 mol iyon alınacaq. Bu da 12-ci sualın cavabı. 5, 8 və daha doğrusu 4, 3 və 5 şəklində. Keçdik növbəti sualımızda 13-də. Məhlulları qarışdırılan maddə. Kalium OH-la H-xlor məhlulda reaksiya daxil olan iyonlar. Hansı iyonlar ki birləşəndə su əmələ gətirir, çöküntü əmələ gətirir? Bunlar aralarında reaksiya gedən iyonlar hesab olunur da. Yəni reaksiyanın getmə şərtlərini hansı ödəyirsə. Təbii ki, kaliumla xlor burada heç bir çöküntü vermədiyinə görə, yəni reaksiya əlaməti görsəmədiyinə görə reaksiya ancaq OH mənfi və H müsbət iyonları arasında gedir. Sonra kalsium xlorid natrium karbonat reaksiyasında natriumla xlor arasında heç bir çöküntü alınmır. Amma kalsium 2 müsbət və CO3 2 mənfi iyonlarla kalsium karbonat çöküntüsü verir. Sonra burada isə NO3 heç kimdən çöküntü vermir. Kuprumla NO3 getdi. Argentium müsbət və 2 dənə də xlor mənfi iyonlar arasında reaksiya gedir. Yəni heç sayı göstərməsək də olar. Argentium və xlor iyonları arasında gedən reaksiya şəklində də yazsaq daha doğrudur. Keçdik növbəti 14-cü sualda. Natrium ortofosfat və kalsium xlorid məhlulları qarışdırılır. Baş verən reaksiyanın tam iyon tənliyini və qısa iyon tənliyini tərtib edək. Birinci reaksiyanı yazaq. Natrium 3PO4 plus kalsium xlorid alınır. Deməli, natrium xlor 2 mol, yox, 2 mol yox, bir dəqiqə. Natrium xlor, deməli, bura 2, bura 3 yazacaq da. 6 mol natrium xlor və kalsium 3PO4 2. Bu da 1 mol. Bu reaksiyamızdır. İndi bizə deyir tam və qısa iyon tənliyini yazın. Tam iyon tənliyində 6 natrium müsbət, üzərinə gəldim 2 dənə PO4 3 mənfi, üzərinə gəldik 3 mol kalsium 2 müsbət
və 6 dənə də xlor mənfi. Sonra 6 natrium müsbət, 6 xlor mənfi və kalsium ortofosfatı da elə olduğu kimi bütöv formada yazılır, çünki çöküntüdür. Bu oldu birincinin cavabı, tam iyon tənliyi. İkincidə qısa iyon tənliyində ixtisar gedənləri, iyonları bir-birindən ixtisar eləyək. Yerdə nəyimiz qaldı? 2PO4 3 mənfi plus 3 mol kalsium 2 müsbət alınır kalsium 3PO4 2. Bu da oldu qısa iyon tənliyi. Yəni bu da ikincinin cavabı. Keçdik 15-ci sualda. 0,1 mol XN YO3M. N-i və M-in nisbətini necə tapırıq? Baxın, alınan YO3 0,3-dür. X isə 0,1-dir. Yəni 3-ün 1-ə nisbətindədir. Deməli ki, formulumuz necə olur? X 1 dənə, YO3 isə 3 dənə. Yəni X, bunu götürsək, X YO3 3 dəfə. Yəni ümumi formul budur. Və N X-in sayını göstərir, yəni M bərabərdir 1. M isə YO3 iyonlarının sayını göstərir, M də bərabər olacaq 3-ə. Bu birincinin cavabı, bu ikincinin cavabı. Birləşmədə Y-in oksidləşmə dərəcəsini yazın. Y-in oksidləşmə dərəcəsini elə buradan formulun üzərindən yaza bilərik. -2, bu müsbət 3, 3 valentlidir də, çünki metalımız. Və buna da bir elə Y yazaq özü kimi. Müsbət 3 plus 3Y plus 9 dəfə 2 -18 və cəbri cəmi 0-a bərabərdir. Buradan 3Y bərabərdir 15, Y də bərabər olacaq müsbət 5-ə. Deməli, Y-in oksidləşmə dərəcəsini müsbət 5 olaraq tapmış olduq. Bu da üçüncünün cavabı. Keçdik 16-cı sualda. X-i və Y-i hesablayacağıq. Deməli, 2 mol ferium xlor 3 var əlimizdə və dissosiasiyasından alınan iyon sayı 80% dissosiyasiya ilə. 2 molun içərisində ümumi nə qədər iyonumuz var? 2 mol dəmir 3 müsbət iyonu, 2 dəfə 3 6 mol da xlor mənfi iyonu. Yəni ümumilikdə 8 mol iyonumuz var. Əgər 100% dissosiyasiya gedərsə təbii ki. Amma 80% dissosiyasiya eləyib, onda iyon sayı 100%-ə uyğun yox, 80%-ə uyğun hesablayacağıq. Deməli, X bərabər olacaq. 8-i vurduq 80-ə, böldük 100-ə. 8 dəfə 8 64, ona böləndə 6,4. X bərabər oldu 6,4. Bu birincinin cavabı. Daha sonra ikinciyə baxsaq, Y hesablayaq. 75% ilə nə qədər alınır? Onda 8-in də 75%-ni hesablayırıq. Bir dəqiqə bunu kalkulyatorla hesablayaq. 8-i vururuq 0,75-ə. Bu da eləyir 6 mol iyon. Deməli, dissosiyasiya anion istəyir, üzr istəyirəm. Burada ancaq bunu istəyir. Onda 6-nı vururam 75-ə, bölürəm 100-ə. Deməli, 6 vurulsun 0,75. Bu da eləyir 4,5. Bu da ancaq aniondur. Yəni 75% dissosiyasiya ilə alınan anionların sayı. Bu ümumi iyonların sayı, bu da anionlar. Cavabı da ikincinin cavabı. Keçdik 17-ci sualımıza. Deməli, cədvəli tamamlayaq. Hidroliz zamanı məhlulda yaranan mühit neytraldır, turşdur, yoxsa qələvidir? Qüvvətli əsas zəif turşudan əmələ gəlmiş duzdur. Ona görə də mühit olacaq qələvi, əmələ gələn duz olacaq turş. İndi bizdə mühit istəyir. Zəif əsas zəif turşudan əmələ gəlmiş, belə deyək ki, duzdur. Ona görə də mühit olacaq neytral. Kuprum SO4-də zəif əsas qüvvətli turşudan əmələ gəlmiş duzdur. Ona görə də mühit olacaq turş. Bu da bu şəkildə qələvi neytral turş olaraq uyğunlaşdırmış olduq. Keçdik 18-ci sualda. Gümüş bir nitratın suda məhlulun elektroliz tənliyini yazın. Artıq 3-cü dəfədir. Eyni tipdə sual əlavə ediblər. Gümüş bir nitratın suda məhlulun elektroliz tənliyini. Yazaq yenə də. Katodda argentium, anodda oksigen, məhlulda da qalır nitrat turşusu. Deməli,
Buradan indi hesablayaq. Bura 2 yazdıq. Bura 4, bura 4, 4. Bu oldu ümumi elektroliz tənliyi. Bu birincinin cavabı. Daha sonra ikincidə deyir duzun 2 molundan anodda alınan maddənin mol miqdarını hesablayın. 4 molundan anodda 1 mol maddə alınırsa 2 molunda da 0,5 alınacaq. Bu da ikincinin cavabı. Bu da oldu 18-ci sualımızın cavabı. Sual yoxmuş kimi eyni sualı 3 dəfə yazıblar. Kalium flor, natrium 2S, kuprum xlorid duzlarının qarışığının ərintisindən sabit elektrik cəryanı keçirdikdə ilk olaraq anodda və katodda ayrılan maddənin formulunu yazın. Deməli, kalium flor, natrium 2S və kuprum xlorid duzları qarışığı ərintidən sabit elektrik cəryanı keçirdiblər. Yəni, ərintinin elektrolisidir. İlk olaraq anodda və katodda. Bu katodumuz, bu da anodumuz. Katodda ən pasiv metal birinci ayrılır. Ona görə birinci ayrılan olacaq kuprum 2 müsbət. Anodda isə baxırıq bu hissələrə və ardıcıllıq necə idi? Ən birinci kükürd ayrılırdı, sonra yod, sonra brom, sonra xlor. Bu şəkildə, yəni oksigensiz turşu qalxlar. Daha sonra OH və flor ən axırda. Ona görə də bunların içərisində ən birinci ayrılacaq kükürd 2 mənfi, anodda ayrılan. Kuprum 2 müsbət və kükürd 2 mənfi, bu da sualların cavabı olmuş olur. Təbii ki, katodda və anodda ion şəklində yox, indi məhlulda ion idi də, katodda, anodda sərbəst olaraq ayrılmış olurlar. Kuprum və kükürd şəklində. Yəni, katodda, anodda maddələr bəsit formada ayrılmış olur. Gəldik 20-ci suala. Deməli, natrium xloridin suda məhlulun elektrolizi üçün deyək ki, cədvəli tamamlayın. Natrium xloridin suda məhlulun elektrolizini yazaq. Natrium xlor, su, elektroliz prosesində katodda hidrogen, anodda xlor, məhlulda da qalır natrium hidroksid. Elektrolizdə dedik ki, bura bir 2 yazırıq. 2 oksigen var. Burada 2 yazaq, burada 2 yazaq. Tamamlandı. Deməli, bu katodumuz, bu anodumuz, bu da məhlulda qalan maddəmiz. İndi anodda alınan maddə oldu xlor. Katodda alınan maddə hidrogen, məhlulda alınan maddə də natrium hidroksid olmuş olacaq.